Abşeron rayonu Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsi 38 ünvanında yaşayan sakinlər binanı tikən şirkətdən şikayətçidirlər. Onlar iddia edirlər ki, mənzilinə 5 ildir çıxarış ala bilmirlər. İndi də binanın zirzəmisində yeni mənzillər tikilir. Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq, bərabər izləyək. Bu ev olsa bizə kupça verilməyəcək. Bizə göstərdiyi sənəddə elə şeylər yoxdur. Neçədən ev tikiləcək bu zirzəmidə? 1000 dənə. Çox mənzilli bina tikilib istifadəyə verilib. Uzun illərdir yaşayış da var. Lakin sakinlər deyir ki, MMC yaşayış binasının zirzəmi hissəsini də mənzilə çevirmək qərarına gəlib. Baxırsınız, görürsünüz? Bax, bizim kupçamızı düzəltsin, ona baxsın. Bax, nəm verir, su verir. Şahid sakinlər yaşadıkları binanın MMC-nin rəhbəri Araz Musayev tərəfindən qəzalı vəziyyətə salındığını iddia edirlər. Öncə obyekt tikildiyini düşünən sakinlər sonradan zirzəminin mənzil kimi təmir edildiyini görüblər. Şirkət də faktı təsdiq edib. Getmişik, danışmışıq, onun oturduğu ofisdə, başqa binasında sakinlərlə. Deyib ki, bəs orada bəli mənzillər olacaq, səs yazısı da var. Zirzəmidir, xeyr, ev tikilir orada. Bəli. Hardan bilirsiniz ki, burada ev tikilir? Çünki biz ailə hamımız getdik bina sakinləri ilə. Dedi ki, biz orada ev tikməsik, gəlib deyəcəklər bu evin qapısı hanı? Bəs bu sizə kupça verilməyəcək. Burada 27-dən ev tikilməlidir. Sakinlər onu da iddia edir ki, şirkət mənzillərin çıxarışla təmin edilməsinə görə 5 ildir onlara vədlər verir. Demişlər ki, 1 ilə kupçamız veriləcək. Sonra bu zirzəmidə qanunsuz evlər tikilir. İcra hakimiyyəti hətta gəldi, baxdı, dedi olmaz burada tikmək. Biz o vaxtı girəndə elə bir ki 8 arxada mənzil var idi. İndi ortada da tikilib. Yəqin ki 16 dənə falan olar. Bizə deyib ki, yəni 127 dənə güvaki mənzil olmalıdır. Olmasa orada mənzil mənə kupça verməyəcək. Şikayət edirik, yenə də ona baxmayaraq tikinti gedir. Gecə, gündüz, elə bir ki gündüz çalışırlar, tikmirlər. Gecə və səhər əradələri tikirlər. Məsələ ilə bağlı şirkətin ofisinə yollandıq, lakin üzümüzə qapı açan olmadı. Həmişəki kimi gizlənməyin. Xahiş edirəm çıxın çölə. Açmır. Gizlənən kimdir? Arazın qardaşı, Araz Musayev özü, o saxta komendantları, Araz Musayevə məxsus olan mobil nömrə ilə əlaqə saxladıq. Televiziya əməkdaşı olduğumuzu bilən kimi telefonu söndürdü. Space televiziyasından narahat edir Araz bəy sizi. Araz bəy deyil. O sizin nömrəni veriblər bizə. Bəs yaşayış olduğu halda çoxmənzilli binada hər hansısa bir mərtəbənin təyinatını dəyişməyə icazə verilirmi? Çoxmənzilli yaşayış binaları inşa olunarkən onların mənfi bir mərtəbəsi, yəni zirzəmi hissəsi binanın ümumi istifadə hissəsi sayılır ki, həmin ərazilərdən binanın kommunikasiya xətləri, qaz, su, işıq və digər kommunikasiya xətləri həmin ərazidən keçdiyinə görə bu ərazi təyinatını dəyişilə bilməz və özəlləşdirilib digər təyinat üzrə istifadə oluna bilməz. Gələcəkdə həmin kommunikasiya xətləri ilə bağlı hər hansısa bir nasazlıq baş verərsə, mütləq şəkildə həmin əraziyə daxil olma və kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı işçi qrupu üçün şərait yaradılmalıdır. O baxımdan kommunikasiya keçən ərazilər digər təyinat üzrə istifadə oluna bilməz və özgərlikləşdirilə bilməz. Abşeron rayon icra hakimiyyətindən isə bildirildi ki, sözgedən yaşayış binasının tikintisinə icazə verilsə də sahibkar tərəfindən növbəti addım atılmayıb. Yəni 127 mənzildən ibarət olan yaşayış binası Şəhər Salma və Arxitektura Komitəsindən tikintinin reyestrinə daxil olunmalıdır. Bundan sonrası növbəti etap kimi rayon icra hakimiyyəti tərəfindən istismara qəbul aktı verilə bilər. O ki qaldı, zirzəmidə yeni mənzillərin tikilməsi ilə bağlı məsələyə icra hakimiyyətindən bildirildi ki, sözgedən qeyri-qanuni fəaliyyətlərlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Qeyd olunan ünvanda yerləşən çox mənzilli yaşayış binasına Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən 29 iyul 2025-ci il tarixli istismara hazırlıq aktı verilib. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən bu tipli binalarda əsaslı təmir və yenidən qurma işlərinin aparılması ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.